Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Qumrunun sinəsi niyə qırmızıdır adlı Eskimos nağılı danışacağım. Çox qədim zamanlarda uzaq şimalda, əbədi qarlar və qış ölkəsində bir Eskimosla oğlu yaşayırdı. Eskimoslar buz qəliblərindən düzəltdikləri və iqlo adını verdikləri komada yaşayır, ovladıkları su iti ilə dolanırdılar. Amma onların yaşamaq üçün qütbdəki ən böyük heyvan olan ağ ayıya da ehtiyacı vardı. Çünki donmamaq üçün ayı dərisindən tikdikləri kürkü geyinirdilər. Qütb ayısı da elə bu səbəbdən insanlara düşmən gözü ilə baxardı. İnsanların əbədi qarlar ölkəsindən çıxıb getməyini, su itilərdən və ondan əl çəkməyini istəyirdilər. Qütb ayısı insanların komadakı ocaq olmasa yaşaya bilməyəcəyini bilirdi. Yəni onların bu bölgəni tərk etməsi üçün ocağı söndürməli idi. Amma Eskimoslar buzdan hazırlanmış komalarında daim yanan odun sönməməsi üçün çox tədbirli idilər. Ocağın yanında həmişə bir nəfər növbətçi qoyur, odu zəifləyəndə quru otlarla, taxta parçalarla gücləndirirdilər. Qütb ayısı Eskimosların ən böyük xəzinəsi olan alovu söndürmək üçün fürsət axtarmağa başladı. Bir müddət sonra ayının gözlədiyi fürsət gəlib çatdı. Eskimos ata xəstələnərək qızdırma içində yatırdı. Ova getmək və iqludakı ocağı qorumaq vəzifəsi oğlunun üzərinə düşmüşdü. Atanın kiçik oğlu su iti ovlamaq üçün qarın içində özünə bir çuxur açmağa çalışarkən, qütb ayısı xəstə atanın yatmağını fürsət bilib daxmaya girdi. İri ayaqları ilə ocağı tapdaladı. Közləri söndürdü və daxmanı tərk etdi. Amma Eskimos uşağın ən yaxın dostu olan qumru quşu pis niyyətli qütb ayısının daxmadan çıxdığını gördü. Bu quş bir vaxtlar isti ölkələrdən uçub qütblərə gəlmişdi. Eskimos oğlu onu daxmaya aparıb, isitmiş və beləliklə həyatını xilas etmişdi. Qumru quşu ayının ocağı söndürdüyünü görüb, tez uçaraq ocağın yanına qondu. Kiçik qanadlarını çırparaq ocağı yenidən alovlandırmağa çalışdı. Amma küllərin arasında bircə köz belə tapa bilmədi. Qumru quşu çarəsizlik içində ocağın içinə girib ayaqları ilə külü eşələdi. Nəhayət, sönmüş ocağın içində hələ də parıldayan qığılcım gördü. Çox sevindi. Qanadlarını çırpıb qığılcımla ətrafdakı quru otları alovlandırmağa çalışdı. Amma qığılcım elə kiçik idi ki, cəhdi boşa getdi. Buna görə də qumru quşu ocağı yandırmaq üçün öz tüklərindən istifadə etməyə qərar verdi. Sinəsindəki tüklərdən qoparıb son qığılcımdan od qaladı. Amma onun ipək kimi yumşaq tükləri ocağa düşəndə alov elə artdı ki, quşun da üstünə sıçradı və sinəsindəki tüklərin bir qismini yandırdı. Axşam ovladığı su iti ilə daxmasına qayıdan kiçik Eskimos, isti daxmada ocağın yanında onu gözləyən atasını və kiçik dostunu görüncə çox sevindi. Amma kiçik qumru quşunun sinəsindəki tüklərin niyə qırmızı rəngdə olduğunu heç vaxt bilmədi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.